Radio məhz insan beyninin teatrıdır. Bizdə əlinə elə qoyuldu ki, aparıcı özü də satışla məşğul olmalıdır. Əslində bu düzgün deyil. Hər şey pul xatirinə reklam etmək olar, amma onu gərək yaxşı eləyəsən. Radio aparıcı üçün önəmli olan məsələ onun tembridir, səsidir. Dünya görüşü, ağıl, intellekt mütləq olmalıdır. Çünki süni intellekt insan kimi o ürəyi yoxdur. Radio isə bir duyğu məhsuludur. Yaradıcı insanları bir balaca biz sıxsaq, yaradıcılıq orada boğulacaq. Yaradıcılıqda azadlıq, düzgün struktur və nəticəyə fokuslanmaq. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Biz radio mövzusuna bir neçə dəfə toxunmuşuq. Radioda dilin saflığının qorunması, radionun məsuliyyəti və ümumiyyətlə çağdaş rəqəmsal dünyada radionun üzərinə düşən funksiyaları haqqında müxtəlif qonaqlarımızla müzakirələr aparmışıq. Daha əvvəl hörmətli Rüstəm Əliyev, Şəfəq Sultan Əlixanlı kimi radio sahəsində tanınmış peşəkarlar, eyni zamanda bir çox radio aparıcıları da mənim verilişimdə qonaq olub. Həm də yaxşı bir radio dinləyicisi olduğumu düşünürəm və bu mövzunu bundan sonra da davam elətdirmək istəyirik. Bugün radiodan danışacağıq. Rəqəmsal dövrdə radionun əhəmiyyəti və radionun çağdaş dövrün stilistikası ilə nə qədər ayaqlaşdığı ətrafında maraqlı bir müzakirə aparacağıq. Yaxşı suallarımız mövcuddur və arxa planda bugün mənim qonağım Promedia Qrup şirkətinin və eyni zamanda Planet FM radiosunun direktoru Cavid Nemətzadədir. Cavid müəllim, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətə görə. Və bu il sizin dəvətiniz əbəs yeri deyil. Bu il Azərbaycan radiosunun 100 illiyidir. Bu münasibətlə fürsətdən istifadə edib bütün həmkarlarımı, yolu radiodan keçən bütün insanları təbrik etmək istəyirəm. Təşəkkür edirik və təbriklərinizə qoşulduq. Cavid müəllim, siz uzun illər marketinq sahəsində fəaliyyət göstərmisiniz, amma həm də eyni zamanda bugün direktor olsanız da radionun tanınan səslərindən birisiniz. Və ilk sualım bu kontekstdədir ki, rəqəmsal və vizual dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə doğrudan da radio hələ də öz mistikasını qoruyur və mən hesab edirəm ki, bu təkcə mənim fikrim deyil, aparılan ictimai rəy sorğularında da biz bunu görürük. Sizcə insanın təxəyyülünə toxunmaq üçün səs niyə görüntüdən, vizuallıqdan daha önəmli görünür? Təşəkkür edirəm. Çox maraqlı sualdır. Deməli, burada bir məsələ var. Həmişə biz radiodan danışanda radionun aktuallığı. Bilirsiniz, bu günləri sosial şəbəkələr inkişaf eləyir. Bu ənənəvi medianı müəyyən mənada bəzi hallarda üstələyir. Və burada amma bir vacib bir məqam var. Nə qədər ki, avtomobil sektoru olacaqsa, nə qədər sürücülər olacaqsa, radionu əvəz eləyəcək bir platforma çox çətin ki, tapılsın. Doğru. Çünki radio bu bir səsdir. İnsanlara xoş əhval-ruhiyyə ötürmək üçün yaranmış və hətta informasiya ötürmək üçün yaranmış bir mənbədir, belə deyək də. Çoxsu radio sürücü ilə bir ünsiyyət qurur. A nöqtəsindən B nöqtəsindən sürücünün gedib çatmasıdır. Vacib və onu darıxmamaq üçün, düşünmək üçün vacib bir əhəmiyyətli bir rolu var. İkinci bir tərəfdən bir məsələni bildirim ki, sizə mən bu yaxınlarda digər həmkarlarımla bu məsələni danışanda radio həmişə niyə aktual qalacaq deyə bir digər tərəfdən yanaşsaq, bunu elmi tərəfdən yanaşsaq, insan həmişə səsi daha tez qəbul eləyir və uzun müddətli yadda saxlayır. Əgər biz bir uşağın anadan olmasını götürsək, ana bətnindən artıq, hətta bu elmi təsdiq olunmuş vaxtdır ki, insan birinci növbədə səs eşidir. Yəni görüntü yoxdur. Evet. Sosial şəbəkələr bizə göstərir, amma yaddaşımızda daha güclü qalmır. Səs yaddaşımızda qalır. Yəni misal üçün mən bir gün əgər siz radio qulaq asmısınızsa və yaxud da hər hansı bir səsi dinləmişsə, biraz suallar versəm sizin dərhal yadınıza düşəcək. Amma bu günləri o qədər görüntü həddindən artıq çoxdur. Düzdür, indi hər şey biz də sizlə görüntülü podkastda danışırıq. Burada bir məsələ var ki, misal üçün siz ən doğma insanı, ən əziz insanı görüntüsü dəyişsə də belə onun səsindən tanıyacaqsınız. Bir mənalı.
Yəni vacib bir məsələdir. Səs, bilirsiniz, dünyanın ən böyük radio məktəbləri, hansı ki biz qərbə baxsaq, NPR-dan söhbət gedir, Amerika Birləşmiş Ştatlarının bu ictimai radiosudur və Avropa, Böyük Britaniyanın BBC radiosu və yaxud da Almaniyanın digər radiolarını götürsək, onlar belə bir məsələyə toxunurlar ki, radio insan təxəyyülünün bir formalaşdığı beynində bir teatrıdır. İnsan radionu dinləyəndə özü o teatrın həm rejissorudur, həm dinləyicisidir, həm də iştirakçısıdır. Misal üçün, əgər bu gün məni görməsələr və mən danışıramsa, burada oturan insanlar, hətta operatorlarımız sonradan bizə dinləyəcək, gözünü yumsular, mən danışım, məni başqa cür təsəvvür eləyəcəklər. Belə özlərini necə rahatdırsa, necə təsəvvür etmək istəyirlərsə, o cür təsəvvür edəcəklər. Obraz yaradacaqlar. Bu, ona görə bu radionun aktuallığını həmişə yadda saxlayır. Radionun ötürdüyü informasiya da insan öz tamaşasını qurur. Ona görə deyirlər ki, radio məhz insan beyninin teatrıdır. Cavid müəllim, mən bir yazı yazmışdım və bu yazımda belə bir cümlə var idi ki, niyə Qərbin Carl Saganı var, hansı ki bizdə həmişə deyirlər ki, televiziya və radio elmi populyarlaşdırma funksiyasını daşıya bilməz, çünki bu reklam bazarına təsir göstərmir və yaxud da geniş auditoriya toplaya bilmir, amma biz bilirik ki, o Saganın məşhur kosmosu uzun illər reytinqlərdə Qərb televiziyasında çox üstün nöqtələrə çatdı. İndi siz radionuza Planet FM adını verərkən dinləyicini hər gün səs dalğaları ilə başqa bir aləmə, başqa bir planetə aparmaq xəyalınız var idi və bu planetin sakinləri üçün ən vacib dəyər nədir? Çox maraqlı sualdır. Bir daha təşəkkür edirəm. Burada bir məsələni istəyirəm qeyd edeyim. Bilirsiniz, Azərbaycan mediası da əgər biz əsas müstəqilliyimizdən hesablasaq, kifayət qədər çox gəncdir. Zaman lazım idi bütün bunları keçmək üçün. Misal üçün, siz Saganı dediniz. Sagan yaranmamışdan əvvəl Qərbdə heç bu cür bəlkə də maarifləndirici biz baxsaq, onların tarixini araşdırsaq, daha çox hələ yuxarı aşağı bizim kimi mediada gedən verilişlər var idi. Daha tez satıla bilən, daha yüngül verilişlərdə bunu belə adlandıraq ki, heç kimin xətrinə dəyməz. Daha rahat həzm olunan bir verilişlər. Biz bunu yaratmamışdan əvvəl bir araşdırma aparıq. Ümumiyyətlə, biz bütün layihələri, hər hansı bir radionun musiqi formatını və yaxud da ki, hər hansı bir efir siyasətini müəyyənləşdirməmişdən əvvəl biz insanlar nə istəyir və bu günləri dəb nədədir, onun üzərində araşdırırıq və ondan sonra tətbiq edirik. Mənim yadıma gəlir, 2001-ci ildə biz növbəti bir radiostansiyanla anlaşma imzaladıq ki, növbəti 3 il biz idarə eləyəcəyik. Adını çəkməyək ki, reklam olmasın, amma dalğasını deyə bilərik 104 FM. Qoy izləyicilər özləri axtarsınlar, hansı radiostansiyadan söhbət gedir. Biz o radiostansiyanı idarə etməyə götürəndə ardından bəlli biz düşündük ki, indiyə kimi məhz bu kosmosa aid məsələlərə toxunmayıb. Toxunulmayıb burada bu məsələlər. Həmişə daha çox show business və s. və ilaxır bunlar olub. Paparazzi. Bəli. Biz düşündük ki, həm efirə bunu tətbiq edək. İnsanlara kosmosdan və digər elmi, kainatdan olan bir elmi məlumatda planetlərdən danışaq. Həm də auditoriyanı yoxlayaq, görək bu məsələ necə olacaq. Çünki bu formatda hər hansı bir nə rubrika var idi o zamanlar, nə verilişlər və s. və ilaxır. Və paralel olaraq biz bütün radiostansiyalarını rəqəmsal mediaya da daşıyırıq. Çünki bu günləri ənənəvi media, rəqəmsal media ilə bərabər biz işləməsək, müəyyən auditoriyanı itirə bilərik. Və auditoriyanı ətraflı əhatə etmək üçün biz məcbur həm də rəqəmsal media ilə də inteqrasiya eləyib və orada radioda gördüyümüz işləri orada köçürək. Və başladıq sosial şəbəkələrdə də təsəvvür edin ki, o vaxtları TikTok populyarlaşırdı və heç də yaxşı, belə deyək də, bir blogerlər və yaxud da yaxşı bir kontentlər yox idi. Amma deyirdi ki, TikTok daha çox, belə deyək də, əylənmək üçün, daha çox yüngül zarafatlar üçün olan bir məkandır. Biz başladıq orada kosmos məsələlərini eyni ilə radioda necə verirdiksə, orada da yayımlanmağa. Təsəvvür edin, bizim bir postumuz var. İndiyə kimi Planet FM səhifəsinə girib baxsaz görəcəksiniz. Ancaq Azərbaycan üzrə, yəni biz auditoriyanı
indiki müasir isə target auditoriyanı elə bir ölçüdə qoyuruq ki, yalnız bizim Azərbaycan dilində olan auditoriya baxsın. Yəni bu nə Qazaxıstan, nə Çin auditoriyası deyil. 1 milyondan çox baxış var idi. Ciddi nəticədir. Və biz gördük ki, insanlar maariflənmək istəyirlər, insanlar kosmosu sevirlər və oxumaq istəyirlər. Bundan əlavə mənim yadıma gəlir ki, biz bir məktub aldıq. Ya həqiqətən məktub. Çoxdan da radio məktub yazan yox idi. Bu nə WhatsApp-la indi insanlar SMS-də itən dəyər məktub aldıq. Təşəkkür məktubu ki, siz həm musiqi baxımından, həm də ki, verdiyiniz bu kosmos və planet haqqında məlumatları verirsiniz. Buna görə sizə təşəkkür edirik. O məktub indiyə kimi məndə durub, inşallah bir günlər bizə qonaq gələndə göstərirəm sizə. Və sonradan biz bu əməkdaşlığımı bitirəndən sonra fürsət yarandı ki, niyə də yox, artıq çünki əlimizdə bəlli statistika var, auditoriya bunu istəyir, dinləyicilər xoşuna gəlir. Bir Azərbaycan musiqisindən elmi sintez eləyib yeni bir format yaratmayaq. Və bu günləri biz bunu edirik. Mən düşünürəm ki, bunu çox uğurlu edirik. Bunu həm sosial şəbəkələrdə görmək olar, çünki kifayət qədər baxışlar yaxşıdır. Dinləyicilər bunu qarşılayırlar. Yəni çox vaxt olur bizə təşəkkürlərini yazırlar. Çünki önəmlidir. Bilirsiniz, bir tərəfli işləmək olmur. Sən mütləq dinləyicidən gərək geri dönüş alasan. Buna biznesdə feedback deyirlər də. Sən biləsən ki, bu feedbackin geri dönüşün varsa, sən düzgün yolda gedirsən də. Cahit, mən bir sual vermək istəyirəm. Əslində başqa sual ünvanlayacaqdım, amma aktualdır. Bu deməli mənim bir kosmos layihəm var idi və mən bu layihəni çox qısa bir müddət eləmək məcburiyyətində qaldım. İndi təbii ki, artıq da adını çəkmək istəmirəm, çünki o layihənin üzərindən çox keçir və o layihənin yarımçıq dayanmağının səbəbi belə olmuşdu ki, bu layihə pul gətirmir. Kommersiya layihəsi deyil. Siz həm də bu reklam bazarını yaxşı tanıyan və eyni zamanda uzun illər marketinq sahəsində də çalışmısınız. Buna münasibətiniz necədir? Niyə mənim kosmosum kommersiya gətirməyəcəkdir? Mən düşünürəm ki, yəqin ki, bu yaxınlarda siz onu yenidən bir kainata çıxardarsınız. O mütləq sizə uğurlu bir layihənizə çevriləcək. Burada əsas məsələ, yenə də əvvəlki illərə qaydanda təsəvvür o vaxt siz bunu edəndə bizdə heç Azərkosmos fəaliyyətə başlamışdı. Bəli, çox əvvəl 9 il. Və bizdə insanlar tamamilə biraz başqa mediadan başqa bir şey almaq istəyirlər. Amma mən düşünürəm ki, bu günləri kifayət qədər bu layihəni uğurlu satmaq olar. Mən bilmirəm bu hansı mediada idi. Adətən biz belə bu tip layihələri, bilirsiniz, medianın həm də digər ən vacib işi maarifləndirməkdir. Bu günləri bu layihə sənə gəlir gətirə bilməz, amma sistemi elə qurmaq lazımdır ki, layihənin sponsoru olmaya bilər, amma sən spot reklamlardan pul qazanıb bu layihəni maliyyələşdirə bilərsən. Və yaxud da digər hər hansı bir fondlar var ki, sən ora müraciət edib bu layihəni eləyə bilərsən. Bu artıq hər menecerin özünü idarə etməsindən asılıdır. Misal üçün biz əgər baxsaq görərik ki, populyar elmi, populyar tanınmış Discovery olsun, National Geographic olsun, onların hər verişin sponsoru yoxdur ki. Bilməli olur. Amma spot reklamlarda kifayət qədər çox, belə deyək də, zəngin işləyirlər. Pulu sadəcə həm də düzgün idarə etmək lazımdır. Media üçün vacib məsələlərdən biridir. Cahit müəllim, elə bu mövzuda da istəyirəm bir sual da vermək. Qısa-qısa, çünki maraqlı danışırsınız və özüm üçün həm də izləyicilər üçün maraqlı sualları ünvanlayıram. Radio ilə bağlı əlbəttə suallarım var, davam edəcək. Bir çox hallarda media rəhbərlərinə bir layihə aparıb verəndə bu mənim də başıma gəlib. Məsələn, o sizin söylədiyiniz biznes və marketinq tərəfində, yəni sponsor cəlb etmək məsələsini media mütəxəssisindən tələb edirlər. Yəni mən televiziya aparıcısıyam. Televiziya layihəsi yazanam, media sahəsində fəaliyyət göstərirəm. Axı o PR, reklam, marketinq tərəfinə televiziyanın aidiyyatı strukturu baxmalı deyilmi? Yəqin ki, bilirsiniz də belə yanlış ənənə olmalıdır, amma sadəcə olaraq bizdə ənənə hələ qoyuldu ki, aparıcı özü də satışla məşğul olmalıdır. Əslində bu düzgün deyil də. Bunun üçün bir komanda var, satış komandası var. Misal üçün bizim struktura baxsaq, Promedia qrupun özünün satış komandası var, müştərilərlə əməkdaşlıq edən komandası var. Yəni satış satandan sonra artıq o müştərini saxlamaq üçün digər komanda işləyir. Aparıcının bir həm də formalaşan brend
toxunulmamazlığı olmalıdır da. Yəni əgər aparıcı hər sponsordan görürsə, hər sponsorun dalıcan qarşısa, onda onun keyfiyyəti düşəcək aşağı. Çünki aparıcı missiyası verilişi daha yaxşı eləməkdir. Əgər siz verilişi daha yaxşı fokuslanıb onu daha yaxşı etsəz, kanal özü satsa bu daha uyğundur və qlobalda ümumiyyətlə dünyada bu daha düzgün işləyir. Və bizdə düzdür əksəndir. Qlobalda hətta bilirsiniz nə var? Müxtəlif productionlar var ki, biz bunu ilk dəfə o vaxt tətbiq eləmişik. Bunu tam səmimi deyim. Bizdə də kanallardan, dövlət kanallarda da hal-hazırda bu sistem artıq başlayıb işləməyə. Yaxşı layihə gətirirsə, əgər siz bizi inandıra bildinizsə, bu layihə yaxşıdır, biz bunu hətta sizdən alırıq. Və maliyyələşdiririk və onu efirə getməsində köməkli eləyirik. Yəni bu tip layihələrimiz var. Bu günlərdə işləyir və təbii ki, bu layihələr bir müddətli layihələr olur. Yəni bunun üzərində biz işləyirik. Yəni idarə etmə yalnız bu cür olmalıdır. Ümumiyyətlə media menecerinin idarə etməsi, mən sizə deyim də, burada işləyən insanlar yaradıcı insanlardır. Yaradıcı insanları bir balaca biz sıxsaq, yaradıcılıq orada boğulacaq. Açıb tam sərbəst buraxsaq, burada artıq çərçivədən çıxacaqlar. Və dönəcək bir sosial şəbəkələrə görürsünüz, orada hər hansı bir nəzarət mexanizmi çox zəifdir deyə ürəyimiz necə kontent görürük, bir xaos görürük. Bizim əsas idarə etməmiz nədir? Yaradıcılıqda azadlıq, düzgün struktur, hansı ki sistem mütləq olmalıdır, hamı bu sistemə tabidir və nəticəyə fokuslanmaq. Yəni bu üçü olanda mən düşünürəm ki, yaradıcı insanlar daha rahat işləyirlər. Və Cavid müəllim, siz əlbəttə həm də uzun illər radionun tanınan, sevilən aparıcılarından olmusunuz və bayaq bizim Füzə Şurnanın redaktoru Samir Ramzoğlu vurğuladı ki, sizin səsiniz bizə radio aparıcısı olduğunuz dövrdən tanışdı. Mən indi bunu bir media qrup rəhbəri və yaxud da radio direktoru kimi yox, radio aparıcısı mövqeyindən sizin bu suala cavab vermənizi istəyirəm ki, bir radio aparıcısı dinləyicinin sadəcə küyü olmalıdır, yoxsa onunla göz-gözə gəlmədən söhbət edən ən yaxın sirdaşı? Ya da bir cümlə də əlavə edeyim izninizlə. Bəzən həddən artıq səmimiyyət radio aparıcılarında, dostlarımızda, həmkarlarımızda görürük. Özlərinə də demişəm, bu podkastda qonaq olanda da söyləmişəm. Və bu bir çox hallarda dinləyicini cəlb etmək manevridir, amma peşəkar adamlar üçün biraz da qıcıq gətirən bir nüansa çevrilir. Fikirləriniz maraqlıdır. Burada əsas məsələ, birinci radio aparıcı üçün önəmli olan məsələ onun tembridir, səsidir. Baxın, elə bir ki, biz uzaqdan çox gözəl bina görürük. Radio aparıcısının da səs onun üçün çöl tərəfdən görsənən bir binasıdır. İkinci növbədə isə mütləq artıq onun dünya görüşüdür. Çünki sənin səsin gözəl ola bilər, sən cəlb edəcəksən binanı, deyək ki, gözəl binanı gördük, bizi cəlb elədi. Ayaq saxladıq, baxırıq. Radioda da budur. Gözəl səsi eşitdik, saxladıq, səsi artırdıq, görək nə danışacaq. Binanın içinə girsək, görsək ki, onun içərisi tökünük, dağılıq və yaxud da ki, təmiri o qədər də yaxşı deyilsə, biz orada qalmayacağıq, çıxmaq istəyəcəyik binadan. İkinci cəhd isə radio aparıcının uğurlu olması üçün artıq dinləyicinin öz dünya görüşü ilə, öz zehni ilə, öz ağlı ilədir. Yəni bizdə çox olub ki, misal üçün baxırıq, səs kifayət qədər yaxşıdır, amma bir 5-10 dəqiqə həmin o insanla söhbət eləyəndən sonra sən başa düşürsən ki, dinləyici bunu qəbul etməyəcək. Deyir ki, mənim səsim yaxşıdır. Yəni səsin gözəl olmağı bitmir bu məsələ ilə. Orada mütləq dediyim kimi dünya görüşü, ağıl, intellekt mütləq olmalıdır və ondan sonra sən ancaq dinləyici ilə yoldaşı olursan. Çox da səmimiyyətə düşmək lazım deyil. Bu siz burada bir orta bir balans tapmaq lazımdır. Gözəl bir balans olmalıdır ki, həm dinləyici ilə səmimi söhbət eləyəsən, həm də
Azərbaycan ədəbinin dil normalarını qoruyasan. Bu mütləqdir. Yəni o qızıl orta xətt Qızıl orta xətt vacibdir. Çünki biz sırf belə kitab dili ilə danışsaq, bu günləri FM formatında fəaliyyət göstərən radiostansiyalar, yəni FM biznesi ilə məşğul olan radiostansiyalar o qədər də uğurlu olmayacaqlar. Darıxdırıcı gələcək. Səmimiyyət lazımdır. Amma səmimiyyəti də biz qurşaqdan aşağı etməməliyik də. Bu vacib bir məsələdir. Bax, o qızıl ortanı tapan bir gün aparıcılar kifayət qədər mən düşünürəm ki, radio aparıcılar var, çoxdular və ona görə onlar da uğur qazanırlar. Və Cavit müəllim, əslində elə bayaqdan söhbətlərimizdə gəldiyimiz məqam bir də reklam bazarı aktual məsələdir və siz reklam bazarının mərkəzindəsiniz. Reklamı sadəcə satış aləti deyil, həm də dinləyicini yormayan, ona estetik zövq verən bir media məhsuluna çevirməyin sirri nədədir? Və yaxud da yenə bir korrekt eləyim ki, hər şeyi pul xatirinə reklam etmək olarmı? Hər şeyi pul xatirinə reklam etmək olar, amma onu gərək yaxşı eləyəsən. Yenə peşəkarlıq. Yenə peşəkar yanaşasan. Burada bir vacib bir məqam var da. Mən düşünürəm ki, radioda reklam yorucu olmamalıdır, qısa olmalıdır, musiqili olmalıdır və reklam sənə bir hekayəni danışmalıdır. Radio aparıcıların, radio verilişlər, ümumiyyətlə bu ki, səs məsələsi var. Biz bayaqlara əvvələ qayıtsaq, dedik ki, bu insan təxəyyülüdür, yəni insan özü öz teatrını qurur. Ona görə mütləq orada ona hekayə danışmaq lazımdır. Bu günlər radio reklamları əgər hekayə tipində qurulsa və qısa olsa, mən düşünürəm ki, o heç bir dinləyici onu çevirməyəcək. Hərəkət 50-50-yə bu günləri biz radio reklam bazarını necə qiymətləndiririk sualını mənə versəz, mən deyərdim 50-50-yə. Kifayət qədər yaxşı reklamlar da var və o qədər də uğurlu olmayan reklamlar da var. Burada indi radionun da əsas bir məsələ işi düşürdü, funksiyası özü. Hər reklamı da sən ver və sonra o qarşı tərəf orada uğur görməsin deyə onu sonradan radio qaytarmaq çətin olacaq. Mütləq radionun özünün də müdaxiləsi lazımdır. Radio özü də tövsiyə verməlidir. Bu mütləq qaydada. Və birlikdə əməkdaşlıq olanda radio və şirkət arasında burada uğur da olur və uğur da əldə etmək olur. Və biz Füyuzat redaksiyasında əslində Litera Kitab Kofedəyik və Füyuzat üçün çəkirik bu layihəni. Bilirik ki, Füyuzat maarifçiliyin simvoludur, bir tarixi var. Bəs radio dalğalarında maarifçilik və o əyləncənin o incə balansını necə qoruyursunuz və dinləyicini yormadan ona faydalı olanı necə ötürürsünüz? Çünki siz hansısa bir əyləncə radiosunun və yaxud da sırf musiqiyə fokuslanmış bir radionun rəhbəri deyilsiniz. Yəni məqsədiniz var, missiyanız var, Planet FM-i böyütmək, yeni layihələr eləmək, bu sahədə fokuslanmaq. Fikirlərinizi dinləmək xoş olar. Burada əsas məsələ biz çalışırıq insan dinləyicilərimizi, insanlar deməyim, dinləyici daha yaxşı burada yerinə düşür. Dinləyiciləri öyrətmədən öyrədək. Musiqi ilə, baxın, bu günləri biz yalnız Azərbaycan musiqisi səsləndiririk Planet FM-də. Məqsədimiz var, çünki daha geniş auditoriya dinləsin bizi. Bu gün Azərbaycan musiqisinin keyfiyyətli musiqisindən söhbət gedir, kifayət qədər çoxdur, istehsalı da var. Deyək ki, hər hansı bir dostumuzun musiqisini eşidərək yol üstü həm də Amazoniya meşələri haqqında sən bir məlumat alırsansa və bu sənin yadında qalırsa və sonradan sən bunu danışa bilirsənsə dostlarla filan beş məkan. Bizdə olub dəfələrlə deyirlər ki, hətta mənim üzümə qayıdırlar, baxmayaraq ki, mənim radiolam var. Deyir, bilməm, yadımda deyir, hansı radio stansiyaya qulaq asırdım. Orada filan şey dedilər, çox maraqlı məlumat idi. Biz musiqi ilə, əyləncə ilə elmi birləşdirdik ki, insanları yormayaq, amma onları həm də öyrədək. Nəyisə bilmirlərsə və yaxud da nəyisə bilirlərsə onu təkrarlayaq onlar üçün. Əsas məqsədimiz və missiyamız budur və biz bu balansı qorumağa çalışırıq. Və Cavit müəllim, bir sonuncu sualı ünvanlamaq istəyirəm. Biraz maraqlı sual olduğunu düşünürəm. Əgər bax, radio aparıcılığı, yazılı mətbuatdan başlamısınız mediaya, yəni həm media siması, həm radio aparıcısı, həm ölkədə uğurlu belə deyək, marketinq sahəsində tanınan mütəxəssislərdən biri və bir çox özəl şirkətdə siz marketinq direktoru kimi çalışmısınız və bugün Azərbaycanda mənim də çox sevərək dinlədiyim bir radionun rəhbərisiniz və eyni zamanda Promedia Qrup kimi böyük bir bu sahədə tanınmış, ad qazanmış bir şirkətin rəhbərisiniz. Həyatınızın keçdiyi yolu bir radio dalğasına bənzətsək,
Bu dalğada ən çox hansı janrda olan musiqi səslənərdi? Məsələn, dinamik bir rock, yoxsa caz? Maraqlı məsələdir. Ümumiyyətlə musiqi zövqünə gələndə mənim zövqüm həddindən artıq müxtəlifdir, bu işimlə əlaqədardır. Siz inanmazsınız, sadəcə olaraq o bəzi ifaçıların adını çəkib onlara xoş olsun demək istəmirəm, amma təcrübələnərsə də sadəcə bu işimlə əlaqəlidir. Amma mənə elə gəlir ki, caz və rock bir yerdə olmalıdır. Sintez yəni. Sintez olmalıdır. Əgər biz və caz və rock janrını götürürüksə, ya söhbət bu janrdan gedirsə, radioda olan səslənən musiqi yormamalıdır insanları və buna diqqət etmək lazımdır. Yəni həddindən artıq biz yoxlamışıq, bizim yəni qrupun içində müxtəlif formatda olan radio stansiyalarda olub. Biz görmüşük ki, orta statistik insanların daha çox dinlədiyi radio stansiyanı, musiqini verəndə sən də o insanları radioda saxlaya bilirsən. Yəni bu məsələdə mən düşünürəm ki, asılıdır insanın keyfindən və insanın əhval-ruhiyyəsindən. Son sual istəyirəm, çox qısa cavablandıraq. Əslində verilişin vaxtını çox keçmişik. Süni intellekt məsələsi. Çünki mən bunu həmişə sual verirəm və süni intellektin radioya təsirləri çox böyükdür. Hörmətli Rüstəm Əliyev də qonaq olarkən bu sualı ünvanlamışdım və Planet FM-də də tez-tez və bu vurğulanır ki, bu musiqi süni intellekt məhsuludur. Süni intellekt radio münasibətlərinin gələcəyi radio işçiləri üçün qorxuludurmu? Yəni doğrudan radio heyətini süni intellekt gələcəkdə sizcə tam əvəzləyə bilər? Süni intellekt bu günləri heç bir, mən düşünürəm ki, radio aparıcının və yaxud da radioda çalışan insanların işini əlindən almayacaq, əslində onlara kömək edəcək və onlar birgə bu sahədə çalışacaqlar. Çünki süni intellekt insan kimi o ürəyi yoxdur və heç o səmimiyyəti ötürə bilməyəcək. Duyğusu yoxdur. Duyğusu yoxdur, bəli. Ona görə ötürə bilməyəcək. Radio isə bir duyğu məhsuludur. Təşəkkür edirəm Cavid müəllim. Mən təşəkkür edirəm. Çox sağ olun. Bu arada Füyuzat jurnalının da 19 illiyi münasibəti ilə səmimi qəlbdən sizi təbrik edirəm. Uzun ömürlü və oxunaqlı olsun. Və növbəti verilişlərimizdə də, podkastlarımızda da bir çox mövzular ətrafında yenə sizi qonaq görmək istəyərik. Təşəkkürlər, çox sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım Promedia Qrup şirkətinin və Planet FM radiosunun direktoru Cavid Neymətzadə idi. Biz radiodan danışdıq, radionun məsuliyyətindən, əhəmiyyətindən danışdıq. Bir qədər də reklam bazarı ətrafında fikir mübadiləsi apardıq, amma Cavid müəllimin təcrübəsi çoxdur və kifayət qədər bilgiləri olan və fərqli sahələr üzrə mütəxəssis kimi maraqlı düşüncələrə sahib bir şəxsdir. Ona görə biz növbəti verilişlərimizdə də yenə Cavid müəllimi qonaq edəcəyik. Sağ olun, salamat qalın.